لليلي والليلي والليلي لليلي والليلي. Salam, xoş gördük əziz və hörmətli tamaşaçılarımız. Ekran önündə, ekran qarşısında əyləşib bizi izləyən dəyərli izləyicilərimiz. Xoş gördük sizlərin hər birinizi. Bu gözəl anda, gözəl gündə və gözəl məkanda günün şousu verilişində hamınızı ürəkdən salamlayırıq. Və belə deyək də, bugün çox eksklüziv bir gündür, mən belə deyərdim. Çox əlamətdar günlərdən biridir ki, bugün bizim verilişimizin bir yaşı tamam olur. Artıq 2015-ci ilin oktyabr ayında biz verilişimizə start vermişdik. Təbii ki, YouTube kanalı və sosial şəbəkələr vasitəsilə yayımlanır bu verilişimiz. Və biz də bu verilişimizə qonaqlarımızdan biri, verilişimizin elə ilk qonağı, ilk verilişimizin açılışında elə olan qonaqlardan biri buradadır. Gözəl sənətkarımızdır və mən birazdan az sonra o qonağımızı bura dəvət edəcəm və istəyirəm ki, ənənəvi olaraq təbii ki, hər zaman verilişlərimizi izləyirsiniz. Verilişimizin sosial şəbəkələrdə olan ünvanları vardır ki, Əliağa Tapdıqlı Instagram səhifəmiz, Əliağa Tapdıq Facebook səhifəmizə daxil olub, oradan verilişimizlə bağlı ən son məlumatları, rəylərinizi, fikirlərinizi yaza bilərsiniz. Biz də təbii ki, böyük məmnuniyyətlə cavablandıracağıq sizin fikirlərinizi, suallarınızı. Bax, belə əziz tamaşaçılarımız, verilişimizin bugünkü bir yaşı olduğuna görə mənə yaxın olan, mənə doğma olan, həqiqətən özlərinə, sənətlərinə hörmət etdiyim çox gözəl sənətçilərimizi, sənətinin peşəkarlarını bura dəvət eləmişəm. Təbii ki, elə mövzumuz da bu olacaq. Necə deyərlər, belə bir deyim var ki, sənətçi olmaq asandır, sənətkar olmaq çətindir. Ona görə də bizim elə müğənnilərimiz var ki, canlıdan qaçırlar. İstər, bugün bizim burada rəqqasımız da var, bizim söz ustadımız da var, bədiyyatçımız da var. Bunlar hər biri öz sənətinin peşəkarıdırlar. Heç vaxt yəni canlıdan, elə məsələn üçün indi mən bilirsiniz nəyən şahid oluram. Meyxanaçılar var ki, 2 dənə fonoqrama oxuyur, deyir mən meyxanaçıyam, bədiyyatçıyam. Sonra deyir, yox, mən musiqili meyxanaçıyam. Canlıdan qaçırlar, yalnız fonoqrama. Bu sənətin peşəkarı, sənətkar yox, sənətdən kənar insanlar da olar. Amma mən bugün bura sənətini əsl sevən, dərindən sənətinə yiyələnmiş insanları dəvət etmişəm. İstəyirəm mən bura ilk qonağımızı dəvət edeyim. Bizim çox gözəl sənətkarımız, sevilən müğənnimiz. Mən bayaq az öncə vurğuladım ki, ilk verilişimizdə iştirak eləmiş qonağımızdır və bugün də biz verilişimizin bir yaşında həmin sənətkarımızı burada görməyə şad olduq. Beləliklə, 7-dən 77-yə hər kəsin sevimlisi Təhmiraz Şirinov xoş gəlib, səfa gətirib bura. Buyurun Təhmiraz müəllim. Necəsin Təhmiraz müəllim? Çox sağ olun. Mən də səni təbrik edirəm. Çox sağ olun. Yəni bugünkü gün sən dəvət elədin, biz də gəldik sənin minnətdaram sizlərə. Verilişini təbrik eləməyə. Bəli, mən həqiqətən verilişimizin bir yaşında sizi burada görməyə həqiqətən xoş oldu mənim üçün. Çünki ona görə ki, verilişin açılışında da nə vaxt verilişi açırdın, məni dəvət elədin. Bəli. Mən gəldim həmin verilişin açılışında. Çıxış elədik, sənə uğurlar arzulayım. Bəli, öz xeyir duanızı verdiniz mənə. Xeyir duanı verdim ki, Əliağa qoy sənin səsin yuxarı zirvələrdən gəlsin. Çox sağ olun. O da həmin o zirvələrdir ki, bu günlərim sənin verilişin bir yaşı tamam olur. Bəli. Səni ürəkdən təbrik edirəm. Sənə uzun, böyük nailiyyətlər arzulayım. Çox sağ olun. Mən sizə minnətdaram. Allah sizin kimi sənətkarlarımızı var eləsin. Hər zaman sizi sevərlərin, tamaşaçıların qarşısında olasınız inşallah. İstəyirəm Təhmiraz müəllim, əyləşməmiş bizim burada çox gözəl sənətçilərimiz də var. Gözləyirlər bizi. İstəyirəm sizdən bir gözəl ifa alaq. İfa ilə açılış eləyək. Ondan sonra digər qonaqlarımızı da bura dəvət edəcəm. Onda bir gözəl bir musiqi gəlsin. Mahnının adı Fatimədir. Aha, gəlsin musiqimiz. Öyrənə bilərsiniz. Çox yaxşı. Onda bunu biz bütün Fatimə adında balalarımıza həsr edirik. Fatimə adlı olan xanımlara, qızlara, hamısına bu mahnı ərmağan olsun. Gəlsin musiqimiz. Hoş gelmişsen elime, nur saçı
gəlsən elməyə, nur saçırsan ömrüməyə. Şad oldum gəlişinə, şad oldum gəlişinə. Əziz balam Fatimə, ceyran balam Fatimə. Əziz balam Fatimə, ceyran balam Fatimə. Azlı baxışların var, sənlə yoldur Nazlı bakışların var, senle yoldur emriyar. Heyranam gülüşüne, aziz balam Fatimə. Heyranam gülüşüne, aziz balam Fatimə. Bildim ne bedadına ya, özüm koydum adına ya. Bildim ne bedadına ya, özüm koydum adına ya. Tanrı versin muradına, Tanrı versin muradına. Aziz balam Fatimə, ceyran balam Fatimə. Aziz balam Fatimə, ceyran balam Fatimə. Azlı bakışların var, sənlə yoldur Azlı bakışların var, sənlə yoldur bəhriyar. Heyranam gülüşünə, aziz balam Fatimə. Heyranam gülüşünə, aziz balam Fatimə. Açılan hər gün çəsəyə, həm şirin həm incəsəyə. Açılan hər gün çəsəyə, həm şirin həm incəsəyə. Evimin sevincisən, evimin sevincisən. Aziz balam Fatimə, ceyran balam Fatimə. Aziz balam Fatimə, ceyran balam Fatimə. Nazlı bakışların var, sənlə yoldur Nazlı bakışların var, sənlə yoldur bəhriyar. Heyranam gülüşünə, aziz balam Fatimə. 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 Ay çox sağ olun Təmraz müəllim. Təşəkkür edirəm sizə bu gözəl ifanıza görə. Sağ ol ay qardaş. Mən Minnətdar. də sənə təşəkkür eləyirəm. Sağ olun Təmraz Nə qədər müəllim. təşəkkür eləsək azdır.
Ancaq biz sizdən hələ çox şeylər gözləyirik. Bəli, Yəni çox sağ olun. ucalıqlar gözləyirik ki, İnşallah, məsələn, inşallah. cavanlıq başqa şeydir də Təbii ki, qardaş. sizin kimi sənətçilərimizdən, sənətkarlarımızdan bəhrələnə, bilmədiklərimizi öyrənə bu sənətin sirlərini yavaş-yavaş elə önə gedəcəyik. Bu sənət elə bir sənətdir ki, bunun sonluğu yoxdur. Bəli, bir Yəni, nə ensiklopediyada nə araşdıra qədər gedirik. yaşayırsansa, nə qədər oxuyursansa, elə öyrənə də gedirsən. Bəli, Təhnaz müəllim, yadınızdadırsa ilk verilişimizdə sizinlə bir yerdə burada çəkildi. Bizim çox gözəl insan, gözəl ağsaqqalımız, Bəli, bəli. Corad qəsəbə Ağsaqqallar və Veteranlar Şurasının sədr müavinidir, səhv eləmirəmsə, Fəxrəddin Behbudov. Bəli, Mən bəli. istəyirəm Fəxrəddin müəllimin bir balaca səhhətində problemlər yaranıb. Buradan ona salamlarımızı çatdıraq və Allahdan da şəfa diləyək. Allah kömək olsun. Çünki o mənim tələbəm olub. Bəli, bu günləri də elə mən Tələbə rastlaşmışıq. yoldaş olmuşuq. Hə, rastlaşmışıq bu gün Fəxrəddin müəllimlə. Elə gəlmişdi bu gün çəkiliş studiyamıza, meydanımıza gəldi. Elə hər səhər gəlir bizlərlə burada görüşür. Keyf əhval tutur bizdən. Gördü dekorasiya, zad, buralar hər yer bəzənib. Dedi, deyəsən yenə çəkilişdi. Dedim, bəli, Fəxrəddin müəllim, verilişimizin bir yaşı tamam olur. Mənə dedi ki, bir yaşı tamam olur. Deyə görüm Təhmiraz müəllim buradadır mı? Dedim, Təhmiraz müəllim, siz veriliş mi olar? Bir yaşıdırsa Təhmiraz müəllim burada olmalıdır. Mən də təbii ki. Fəxrəddin müəllimə can sağlığı arzulayıram Çox ki, sağ olun. özündən müğayət olsun. Bəli, Hələ o bəli. bizə Allah çox şəfa lazımdır. versin deyirik. Buyurun Təhmiraz müəllim, əyləşin yerinizi alın. Mən digər qonağımızı bura dəvət eləmək istəyirəm. Digər qonağımız elə o da çox sevilən, populyar insandır, Təhmiraz müəllim. Gənclərin daha çox mən deyərdim sevimlisi, oğlanların, qızların sevimlisi olan ifaları ilə. Elə mən deyərdim, mən hələ uşağı idim. Bu insanın ifalarını, mahnılarını dinləyirdim evdə. Beləliklə elə söz ustadı, bədiyyə ustadı, hər kəsin sevimlisi, Coratın fəxri, Coratın adı gələndə bu insanın adı gəlməsə mümkün deyil. Gülağa Ağayev buyurur bura. Gülağa buyur, xoş Leyli, gəlmişsən. Leyli, Leyli. Sağ olun, biz yaxşıyıq. Və səni burada gördüyü lap xoş olduq. Buyur sən də sevənlərini salamla. Allah köməyiniz olsun. Salamlayıram bütün tamaşaçılarımızı, sizi salamlayıram. Ölüm bağışlayın. Uğurlu olsun verilişin. Çox sağ ol, təşəkkür edirəm və mən bu gün bir yaşda elə səni də burada görməyə, yəni yaxınımızsan, dostumuzsan, burada görmək şad oldu. Buyur Gülağa, əyləş yerinə al. Mən digər qonağımız var, bizim burada gözəl xanım qonağımız var. Hə, bu gün istədim onu axırıncı çağırım. Gecikib bu gün hamı gəlib, bütün iştirakçılarımız, sənətçilərimiz gəliblər. Bayaqdandan da deyirəm nə yaxşı ki, canlı efir deyir. Canlı efir olsaydı nə olacaqdı? Təbii ki, bu bir zarafatdır. Mənim çox yaxın dostum, canım, hər zaman belə deyim də, bir çətinliyə düşəndə, bir problem olanda mən ilk öncə elə telefonu əlimə götürəndə ağlıma elə bu xanım gəlir ki, mən buna zəng edeyim, bu əlindən gələn köməkliyi əsirgəməyəcək də. Bu yaxınlarda da elə solo konserti ilə onu sevərlərin qarşısında çıxış edib. Beləliklə, gözəl xanım, gözəl müğənni, artıq ikinci dəfədir verilişimizdə iştirak etmiş. Təranə Nurlu xoş gəlib, səfa gətirib verilişimizə. Leyli, Leyli. Necəsiniz? Çox sağ ol Əli. Sən necəsən? Mən əlayam, sizi gördüm, lap əla oldum. Maşallah, bugün hər zaman olduğu kimi çox gözəl görünürsünüz. Çox sağ ol, təşəkkür edirəm. Dəvətin üçün mən minnətdaram. Həqiqətən hər zaman sağ dəyər olun. verirsən. Təbii ki, siz arzu bu eləyirəm. dəyərə layiqsiniz Təranə xanım. Çox sağ ol. Arzu eləyirəm ki, ilk öncə bəndədən öncə Allah da sizə dəyər versin. Hər zamanki kimi yenə də buralar çox gözəldir. Səmimilik doğrudan da Bilirsiniz, bura gözəl ola bilər, amma bəzən verilişdə elə ola bilər ki, qonağın iştirakı verilişi gözəlliyi itirə bilər. Amma bugün burada elə qonaqlar var ki, elə sizin elə öz gözəlliyiniz burada daha bir gözəllik elə yaradır. onu qeyd eləmək istəyirdim ki, bugün Aha. gözəl sənətkarımız buradadır. Təmiraz mənim xoş gəlmisiniz və gözəl söz xirdarımız, meyxanaçımız Gülağa qardaşımız da buradadır. Bəli. Hər birisini salamlayıram və sizin veriliş təbrik edirəm ki, bir Çox ili sağ olun, olur Təranə artıq. Bəli, bir Uğurlarınız yaş o qədər tamam bol olur. olsun, o qədər bol olsun ki, biz də baxaq daima sevinək inşallah. Çox sağ olun Təranə xanım. Minnətdaram sizə. Təşəkkür edirəm gəldiyinizə görə və istəyirəm digər qonağımızı da bura dəvət eləyək. Çox gözəl mövzumuz var. Mən Təranə xanımla dünən əlaqə saxlayanda dedim ki, Təranə xanım, elə bir mövzudur ki, sizin burada iştirakınız mütləq vacibdir. Mövzu üzərində geniş müzakirələr aparacağıq. Təranə xanımdakı təbii ki, söhbət olan yerdə Təranə xanım olmasın. Yaxşı, digər qonağımızı da vaxt itirmədən bura dəvət eləyim. Hər kəs burada olsun, mənim də ürəyim sakitləşsin ki, bütün qonaqlarım buradadır. Elə digər qonağımız da mənim çox gözəl dostum, gözəl rəqqasımız, elə
gözəl müəllimdir, həm rəqs müəllimidir, gözəl tələbələri də var onun. Bu günləri əslində istəyirdim tələbələri ilə bir yerdə Hüseyn müəllim burada iştirak eləsin, amma bir balaca dedi havanın soyuq keçməyi, tələbələrin bəzilərinin burada olmadığına görə elə tək özünü bura dəvət elədim. Dedim elə özünün burada olmağı yetər. Beləliklə bizim çox gözəl rəqqasımız Hüseyn Səlimov xoş gəldiniz. Leyli, Buyurun. Leyli, Leyli. Mən əlayam. Səni gördüm, lap əla oldum. Çox sağ ol qonaqlara da təşəkkürümü bildirirəm. Bu günləri biz buradayıq. Artıq mən də ikinci dəfə qonağam. Bəli. Birinci dəfə də sənin verilişində qonaq olmuşdum. Siz birinci dəfə mənim təqdimatımda yayımlanan ötən dəqiqələr verilişi idi və biz onu artıq günün şousu verilişinə əvəz edirik. Uğurların daha bol olsun. Təbii. O gün olsun ki 2 yaşlı daha da gözəl bir Çox sağ olun. dekorasiyalarla, Bəli, gözəl bəli, inşallah yeni qonaqlarla- studiyamızda. İnşallah. Buyur, buyur Hüseyn, əyləş. Hə, artıq hamı buradadır. Mən də istəyirəm əyləşim. Bir mənə deyin görüm, necəsiz? Təmiraz müəllimlə bayaqdan bir keyf əhval götürmüşük. İndi istəyirəm biraz da Təmiraz müəllim. Artıq qonaqlar da buradadır. Demək olar ki, verilişimizə start verdik. Özünüzü necə hiss edirsiniz? Özümü çox gözəl hiss edirəm ki, bu günləri bu cavanlarla mən də əyləşmişəm. Bəli, və mən təbii ki, burada bu gözəl Maşallah. cavanları burada Yəni bu günlərin mən fəxr edirəm. Mən sevinirəm ki, bizim bugünkü musiqi dünyasında, musiqi aləmində belə cavanlarımız doğrudan ürəklə Bəli. iştirak edirlər. Məsələn, mən bu adı Hüseyn. Hüseyn balamızı gördüm. Mən bunun nəvəm yaşında olar bu mənim. Mən baxıram ki, indi rəqs müəllimidir. Mən baxıram, Bəli. fikirləşirəm ki, bax gör bu yaşda, yəni bu rəqs müəllimi alacağı işdir. Yəni o rəqs Təbii ki. sənət öyrətmək çox Elə mən çətindir. Ona görə rəqsin özü də bir Mən intisab vaxtı edir. itirmədən istəyirəm ki, çox sağ ol, sənin verilişin həmişə qüvvətli olsun. Bax, insan yaşa dolduqca bu şeylər keçən ömürləri xatırlayır. İndi mən bunları görəndə, mənim o da arxada qalan günlərim təzədən mənim üçün bir xatirə kimi önə çəkilir ki, yəni mənim də belə bir işlərim olubdur, mənim də belə bir cavanlıq var. Cavanlıq həmişə sənəti sevən adamlarda olur. Əgər cavanlığın var, o sənət sevirsənsə, inkişafın olacaq. Mən sizlərə də bunların hamısına uğurlar arzulayıram. Buyur Gülağa, sənin də işdə. Çox sağ olun Təmiraz müəllim. Bu xoş sözlərə görə buyur Gülağa. Rəhmiraz müəllimə təşəkkür edirik. Biz də fəxr edirik ki, siz kimi gözəl sənətkarla bir dövrdəyik, bir səhnədəyik, bir verilişdəyik. Allah uğurlu olsun verilişin. Çox sağ olun, minnətdaram. Ancaq bir söz də deyim ki, Buyurun. bu sizin sözün gətirməyə çatdı. Bu Corak kəndi balaca bunun ömrü yoxdur. Çox sənətkarlar yetişdirir. İndi bax sözümün Bu canı qəsəbə. odur ki, yəni ki, mən Corakda oxuyanda, Corak kəndində toylar oxuyanda, bu mənim olardı 21-22 yaşlarım. Toyxana oxuyurdum, toyxana. İndi o toyxanaların heç birini bu cavanlar görməyiblər. Bilmirlər ki, toyxana nə olan şeydir. Bəli. Toyxanada oxumaq necə şeydir, məsuliyyətlidir. İndi nədir ki, indi studiyalarımız çox, zapislər, bir dənə zapisi bir mahnını 6 saata, 7 saata, 10 günə zapis edirlər. Bəli, elə bu gün Təmiraz Ancaq müəllim mövzumuz da yəni o dediyim odur barədədir. ki, Corak kəndi özü musiqi yetişdirən kənddir. Ona görə də bu günlər bax Corak kəndindən belə oğlanlar çıxır. Bəli. Təşəkkür. Elə ona Minillərin görə də tarihi Namiq var çıxıb, o Corakda. biri çıxıb, Namiq məna olursun. Yəni ki, Corak musiqi sevər kənddir. Bəli, bəli. Xoş gəlmisiniz kəndimizə. Çox sağ olun, çox sağ Amma olun. gördün. Bəli, mən də elə Corakda yaşayıram. Elə Gülağa biz elə birlikdə İndi qonaqlarımızı konsertdən sonra yeyib salamlayırıq. içmək var da yəqin. ki. Bəli, o mütləq, Biz ev mütləq. ilə- Ha, Namiq bəli. Bəli, bəli. Bu gün ev yiyəsi, xərci bizdəydi Gülağa. Problem yoxdur, qulluq. Və mən istəyirəm ki, çox gözəl Təmiraz müəllimdən gözəl ifa gəldi. İstəyirəm Təmiraz müəllim, birazdan Gülağa səndən ifa alacaq. Amma qoy mövzumuzu mən xatırladım bir daha sizlərə. Bayaq tamaşaçılarımıza xatırlatdım. Bugünkü mövzumuz nədir? Nəyə görə mən bugün bu insanları, sənətinin peşəkarlarını dəvət eləmişəm? Bugünkü mövzumuz odur. İstər rəqsdə olsun, istər musiqidə olsun, istər bədii sənətində olsun. Bugünkü müğənnilər Təmiraz müəllim, siz təbii ki, gözəl sənətkarımızsınız. Mənlə razılaşarsınız ki, gənclər var, yeniyetmələr var, hansı ki 17 yaş, 18 yaş. Gedirlər, siz bayaq çox düzgün vurğuladınız ki, səs yazma studiyaları var. Gedirlər studiyalarda 2 dənə mahnı yazırlar, 2 dənə fonoqrama. Çox yox ha, ya da bəzən bir dənə də olur. Onunla özlərini artıq müğənni hesab edirlər. Mən müğənniyəm, mən sənətkaram. Var adlarını çəkmək istəmirəm, Tanrı xanım, siz də çox gözəl bilirsiniz, var elə adamlar. Özlərini dartırlar ki, sənətkarların yanında gəlirlər, düz keçirlər. Bax, bugün bunlardan danışıq. Bu hər sahədə var. İstər rəqsdə olsun, Hüseyin mənə razılaşar ki, 2 dənə rəqs öyrənir, gəlir deyir, mən artıq rəqs müəllimiyəm. Təsəvvür edin, Hüseyin uşaqlıq yaşlarından, kiçik yaşlarından, əziyyətlə, zəhmətlə bu sənətə gəlib, artıq bu yaşa, müəyyən bir yaşa çatıb, sənətinə peşəkarcasına yiyələnib, deyir müəlliməm. Amma Hüseyin yaşında olan bir digər adam Hüseyin yaşdadır. Ki, 1 ildir bu sənətdədir ha.
Amma gəlib o da özünə müəllim deyir artıq. Bunlar düzgün deyil. Məncə razılaşarsınız mənlə. Mən razılaşarsınız deyəndə belədir ki, o sənəti bilmək üçün gərək sənətkarlar olmalıdır. Bəli, sənətçi olmaq Sənəti- asandır, sənətkar olmaq Sənətkar çətin. olmalı. Məsələn, şoular var. Bir var sənət şousu var. Bir var pul qazanmaq şouları var. Bir də günün şousu var. Bir var Təmiraz günün müəllim. şousu da var. Yəni cürbəcürə şoular var. Bəli. İntihası mən onu demək istəyirəm ki, yəni biz də belə cavan onu bayaq qeyd elədim ki, yəni biz böyük sənətkarlar gələndə biz onların yerişini də nəzərimizdə saxlayırdıq. Görün necə çıxır səhnəyə. Bəli, Görün necə bəli. yeriyir, necə danışır, nə deyir. Çünki biz bunları görmüşük. Təbii. Böyük sənətkarları görmüşük biz. Yəni mən o sənətkarlardan adını çəkə bilərəm. Əlbaba Məmmədov, ondan sonra Yaqub Məmmədov, Arif Babayev, Canan Bəli, Əkbərov. Yəni ki, o zamanlar Təmiraz müəllim o- siz bizim gözəl xalq artçımız Zümrüd xanım Məmmədova ilə Bəli, gözəl onun duetləriniz olurdu. duetlərimiz olub, o indi o sənət. Yəni biz onları həmişə diqqətlə izləmişik. Axı indiki cavanlar izləmirlər. O siz deyirsiniz 2 dənə mahnı yazır. O gün bugünkü cavanlar izləməlidir ki, görüm o nətər gəldi o Əlbaba müəllim necə Əlbaba oldu? Təmiraz müəllim necə Üzr Təmiraz istəyirəm. oldu? İndiki Buyurun. cavanlar izləmir deyəndə ki, indi televizorlarda indiki köhnəki sənətkarları göstərmirlər ki, Bəli. məsələn, siz kimi sənətkar neçə illərdir sənətdəsiz, amma sizi televizor kanallarına az-az dəvət edirlər. Amma kiminsə sponsoru var, kiminsə arxası var, dayağı var, gənc müğənni çıxır. Biz də onun məcburiyyət qarşısında izləyirik. Vaxtı ikən siz çıxırdınız, biz hamımız baxırdıq. Məsələn, ASTV 1 kanalında, ASTV 2 kanalında. Zaman keçdi, kanallarımız çoxaldı və sizlər ücə yaddan çıxırsınız. Musiqilərdə yaddan çıxır gedir. Təbii. Bəli. Məsəl üçün o vaxtlar bəstəkar bir mahnını gətirib verəndə o bəstəkarın mahnısını bəlkə də biz bir aya hazırlayırdıq. İndi bu günləri belə mahnılar çıxır ki, mahnının musiqisi aydındır. Kəndimiz mahnısı. Bu kəndimiz mahnısının musiqisi aydındır ki, saz gətirib daxsan yazım hüsnünə, gözəl günlərindən qəşəng kəndimiz. O birisi gəldi, yenə gəldi, yaz ayları söz dəyişdi. Həmin musiqi ona görə də musiqilərin gücü qalmayıbdır. Bəli, bəli, Bəstəkar Təmiraz müəllim. yoxdur. Davam eləyəcəyik biz. Yəni, Bəli, aydındır. Verilişinizi çox vaxtını. Bəli, verilişimizin vaxtımıza görə istəyirəm Gülağa bir gözəl ifa Bəli, gəlsin. Ondan sonra davam elətdirərik. Buyur. Eləyəcəyik təbii ki, rəqsdə. Gəl gedək buradan uzaqlarda da, çəkilək dağlara, dağlarda da. Bu dükanlar bizə imkan vermir, qoşulaq güllərə, bağlarda da. Gəl gedək buradan uzaqlarda da, çəkilək dağlara, dağlarda da. Bu dükanlar bizə imkan vermir, qoşulaq güllərə, bağlarda da. Qoşulaq güllərə, bağlarda da. Sən mənim üçün yeni bir dünyasan, mən nə Məcnun, nə də sən Leylasan. Sən mənim üçün yeni bir dünyasan, mən nə Məcnun, nə də sən Leylasan. Onlar əfsanədir, biz gerçək olaq, salaq eşqi ilə bu dünyaya soraq. Biz də dillərdə, dodaqlarda qalaq, biz də dillərdə, dodaqlarda qalaq. Gəl gedək buradan uzaqlarda qalaq, çəkilək dağlara, dağlarda qalaq. Bu dükanlar bizə imkan vermir, qoşulaq güllərə, bağlarda qalaq. Gəl gedək buradan uzaqlarda qalaq, çəkilək dağlara, dağlarda qalaq. Bu dükanlar bizə imkan vermir, qoşulaq güllərə, bağlarda qalaq. Qoşulaq güllərə, bağlarda qalaq.
keçək, nəfəs ala biləcəyimiz məkanı seçək. Gəl çətin yolları bir yerdə keçək, nəfəs ala biləcəyimiz məkanı seçək. Biz nə həsrət, nə də hicran yaşayaq, biz məhəbbət yükün ancaq daşıyaq. İmtahanlarda, sınaqlarda qalaq, İmtahanlarda, sınaqlarda qalaq. Gəl gedək buradan uzaqlarda qalaq, çəkilək dağlara, dağlarda qalaq. Bu dikanlar bizə imkan vermir, qoşulaq güllərə, bağlarda qalaq. Gəl gedək buradan uzaqlarda qalaq, çəkilək dağlara, dağlarda qalaq. Bu dikanlar bizə imkan vermir, qoşulaq güllərə, bağlarda qalaq. Qoşulaq güllərə, bağlarda qalaq. Gəl gedək buradan uzaqlarda qalaq, çəkilək dağlara, dağlarda qalaq. Bu dikanlar bizə imkan vermir, qoşulaq güllərə, bağlarda qalaq. Gəl gedək buradan uzaqlarda qalaq, çəkilək dağlara, dağlarda qalaq. Bu dikanlar bizə imkan vermir, qoşulaq güllərə, bağlarda qalaq. Qoşulaq güllərə, bağlarda qalaq. Ay çox sağ ol. Gülağa, buradan oyuna yer yox deyə dənizdir. Hayana gedirik uzaqlara. Gülağa bizə ruh yüksəkliyi yaratdı həqiqətən. Çox sağ olsun. Gözəl, Çox gözəl. gözəl Məsələn, indi mahnı mən idi. istəyirəm ki, toylarda elə bunun sözlərini alam, o sözləri oxuyum. Bəli, bəli. Bəlkə bu sözlərlə moda Bax düşdü. Gülağa, istəyirəm elə ondan da danışaq ki, nəyə görə indi biraz bizim müğənnilərimiz söz axtaranda bədiyətçilərə, söz ustadlarına müraciət edir. Bu dəqiqə bəstəkarlarımız qalıblar meyxanaçılara müraciət edirlər. İstəyirəm biraz sən açıqlama verəsən. Məsələn, bizim gözəl müğənnimiz Samir Piriyev. O mənim bir mahnımı oxuyub. Sən məni xoşbəxt elə söylənəyim olasın. Səni elə möhkəm Çox sevən gözəl ürəyim mahnı. O olasın. mahnının sözləri sənə O aiddir. mahnı da mənim Çox mahnım, gözəl, çox müəllifim gözəl. mənəm o mahnının. Bu saat elə bir şey var ki, bazar, toy bazarı. Həmin bazarda da belə bir mahnılar istifadə olunur, rəqs edirlər. Həm də ki, bu söz ustadlarının yazdığı sözlər biraz dilə düşən sözlərdir, müəllim yadda qalan sözlərdən. Ona görə bizə çox müraciət Bəli, edirlər. aydındır. Bax, Samir Piriyev elə nəfəs təbii, çox. Yəni müraciət olunur. Təbii ki, onlar da bizim gözəl müğənnilərimizdir. Yadda qalan mahnıları Salamlayırıq var. hər Bəli, birini. hər birini salamlayırıq. Və istəyirəm mövzudan kənar çıxmayaq. Təranə xanım, mən sizi bayaqdan tamaşaçılarımıza elə təqdim eləmişəm. Söhbət, danışıq. Sakit oturmusunuz burada. Necəsiz? Nə var, nə yox? Təranə xanım sakit oturmalıdır, bir də sonra konsert verdi. Bəli. Ondan sonra Təranə Deməli, xanımı çıraqla axtarır. gör Təranə xanım gecikib. Gecikdiyinə görə təxminən mən Hüseyn belə eləyir. Təranə xanım deyir, ah parkda konsert verəndən sonra yaman özünü dartır ha. Ora-bura gecikir. Ancaq Təranənin Doğru. konsertini mən Təranəni təbrik elədim. Yəni onun sədasını eşitdim təbrik elədim. Yəni konserti görmədim. Dəvət eləməmişdi mənə. Yəni sonra özü öz işini dedi ki, müəllim vallahi Bəli. o biraz qırağa çıxmaq olmasın. Yəni mən böyük sənətkar olduğum üçün deyəməşi birdən deyərəm gəlməz eləməz. Yəni bu fikirlə görünür ki, ancaq mən Təbii ki, istərdim ki, Təmiraz mənim həmişə gənclərə də dəstək olun. mən Təranəni günahlandırdım. Yox, Ancaq söz mən yaxşı deyirəm, eləmə. elə düşündüm ki, yəni sizi əziyyət vermiş olaram, amma söz verirəm ki, ikinci konsertimdə ən birinci qonağım, İnşallah. ən birinci qonağım, yəni gəlsəz də gəlməsəz də mən sizə dəvət eləyəcəm. İnşallah gələrsiniz. Mən O bilirəm bizim sizin gəlişimiz- ürəyinizə bələdəm mən. Bizim gəlişimiz sizin konsertinizin yüksəlişi deməkdir. Bəli, bəli. Çox sağ olun, Allah razı olsun. Hə, Xeyirli olsun. Təranə xanım, qayıdaq o mövzuya. Siz danışın. Hüseynin sözünə qayıtmaq istəyirəm. Deyir, konsert verəndən sonra Təranə xanım deyir, adamın yanına keçir, salam zad almır. Bu doğrudandır. Hüseyn, bax sən də məni burada dalaşdırmaq Yo, mən olanı deyirəm. Hüseyn bayaq gecikəndə Görürsən. demədin. Ola bilər, gecikməyi Təranə Nurlu. Bəli, mənim ad günümdə, bəli. Hə, bax, Təranə xanım mənə qayıtdı dedi ki, Hüseynin
nişanıdır, mənə dəvət edib. Deyir, əslində dedim ki, uzaq bir yerə rayona toyum var. Sonra mənə deyir ki, əslində belə deyildi. Özüm getmək istəmədim. Pul zad yox idi, ona görə getmədim dedi. Doğrudan bax bu günləri burada məsələn səmimi olaq da Təranə xanım niyə gizlədirsiniz ki? Bəli, ona görə Hüseyn havayı müğənni axtardı. Təranə xanım da Gedəndə getmədi. elə pul istəyir ki, toy yazıb fikirləşir görüm. Deyir ki, mənim toyumun Sultanı ümumi, yığın verim ona. toyumun ümumi xərci elə bu qədər eləmir istəyir. Bu da bir Yox, zarafat. Açıqlama Bu da bir gətirin ki, niyə zarafatdır. belə eləmisiniz? Buna bax, bu da bir zarafatdır. Təranə də oradan gənc olmağına baxmayaraq sənəti özü Qarabağda. Təbii ki. Çünki o sənət oradan o sudan gəlir. Allah rəhmət eləsin valideynlərinə. Mən Təranəni uşaq vaxtından tanıyıram. Yəni bu gün Bəli. tanımamışam. Sonra biraz vaxt keçdi, elədi. Bu gün biraz uzaqlaşdı. Sonra bir dəfə toyda rastlaşdıq atasıyla bir yerdə. Bakıda Yasamalda bir toydaydıq. Gördüm. Bu gəldi ki, bəs Təmiraz müəllim, mən filankəsəm, filankəs. Onun dayısı zadı mən yaxşı tanıyıram. Allah can sağlığı versin. Çox sağ Onları olun, yenə Allah burada razı olsun. salamlayıram. Sağ olun, Təmiz. Yəni bu söhbət ondan gedir ki, Təranə gəldi özünü vastanat elədi bir müğənni kimi. Bəli. İndi Allah qoysa gələcək yanıma biraz da muğamlar öyrənəcək. İnşallah, Olacaq inşallah. laf savadlı Sevə-sevə, müğənni. sevə-sevə gələrəm. Çünki Təmiraz müəllim, vallah biz indiki zamanədə elə bir vaxtda yaşayırıq ki, heç kəsin heç kəsdən nə çörəyi, nə suyu gəlmir. Hər kəs öz Bəli. zəhməti ilə, Öz halal yəni öz halal zəhməti zəhməti ilə ilə işləyir, qazanır və mən sizi üzgörənlik olsun üçün demirəm, amma həqiqətən sizin həm insanlığınıza böyük hörmətim var, həm şəxsiyyət kimi, həm də sənətinizə. Yəni sənətçi hamı ola bilər, sənət hamı da ola bilər, amma insanlıq elə bir önəmli bir varlıqdır ki, elə bir müqəddəs bir varlıqdır ki, o az-az hallarda insanlarda təsadüf olunur. Hələ bu sənətdə baxırsan ki, çox az təsadüf olunur. Mən görmüşəm o şeyləri, hər birisini sizdə. Ona görə sizə böyük bir, həqiqətən, mən bilim, bilmirəm, istəyim var. Çox həqiqətən qəlbdən dolu mən sizi istəyirəm. Həm uşaqlıqdan tanıdığım üçün, həm də ki, nə bilim, elə ürəyimdən, özümdən asılı deyil də. Çox sağ ol, Sizi harada çox sağ görürəm, ol. mən sevinirəm. Çox Ona sağ görə ol, sevinirəm ki, təşəkkür edirəm. bilirəm ki, orada insanlıq var, orada sənət Bəli, var, bəli. orada ağsaqqalımız var, orada nə bilim sənətkarımız var. Mən bu şeyləri demək Bəli, istəyirəm. ona görə də Allah mən can qonaqlarımı sağlığı versin. dəvət eləyəndə Pis düşündüm gözdən uzaq kimləri bir eləsin yerdə sizi. çağırmaq olar. Təbii ki, mən fikirləşdim Təranə xanım, Təmiraz müəllim olan yerdə nəsə xoş söhbətlər olar, xoş abu-hava olar. Gülağa nəsə Əlbəttə sözün ki. var, buyur. Deyirəm Təranə xanıma söz versəydiniz bir mahnı ifa eləyərdim. Mən istəyirəm Təranə xanıma söz verəcəm və istəyirəm Təranə xanımdan öncə özüm mən bu yaxınlarda televiziya kanallarının birində elə gizlətməyəcəm Sumqayıtımızın Dünya televiziyasında verilişlərin birində qonaq oldum və bizim çox gözəl sənətkarımız və mən hər zaman vurğulayıram ki, bu sənətdə ondan bəhrələndiyim Akademik Milli Dram Teatrının aparıcı aktrisası, hər birimizin sevimlisi, Respublikamızın əməkdar artisti Mehriban xanım Xanlarova. Mən buradan gözəl sənətkarımızı Biz də salamlayıram. Mehriban xanımı. Allah can sağlığı versin. Mehriban xanımın təqdimatında yayımlanan Sirriniz qalmasın verilişində iştirak elədim və Mehriban xanım təbii ki, ora məni dəvət elədi və gözəl şeirlər, təbii ki, mən bədii qiraətlə də məşğul oluram. Gözəl şeir söyləmək üçün. Və bizim buradan bugün musiqiçimiz olmadı. Mən sintezator ifaçısı istədim, dəvət edeyim. Alınmadı. Dedim, musiqi sədaları altında bir şeir səsləndirərdik. Amma eybi yox, musiqimiz olmasa da bir balaca şeir səsləndirim. Ondan sonra Təranə xanım, sizdən ifanı alarıq. Bizi görüşdürüb nigaran yollar. Yollar ürək kimi boşalar. Allahın işini nə bilmək olar. Bəlkə bu təsadüf məhəbbət oldu. Bəlkə Tanrı payım, könül ruzumsan. Bəlkə də Tanrıya çatan sözümsən. Bəlkə də sən mənim alın yazımsan. Bəlkə bu təsadüf məhəbbət oldu. Ürəyim az qalır sinəmdə uçan. Həmdəm aramışam ömür boyunca. Qoy bir də üzünə baxım doyunca. Bəlkə bu təsadüf məhəbbət oldu. Ötəri tanışlıq bir adət deyil. Elə hər sevgi də səadət deyil. Bilirəm, hər görüş məhəbbət deyil. Bəlkə bu təsadüf məhəbbət oldu. Bəlkə bu təsadüf məhəbbət oldu. Çox sağ olun, təşəkkür edirəm və Təranə xanım ifanız. Oynaq mahnıdır. Alqışsız Xeyr. da oxumur da. Hə, lirik mahnı. Sən alqışsız, hamı bilir Alqışsız Təranə ifa xanım. eləmir. Təqdimat olmalıdır, alqış olmalıdır ondan sonra. Təşəkkür edirəm, çox Buyur sağ olun. Təranə.
Məhəbbətin ləzzətini bölə bilmədik, sevgimizin bəhrəsini görə bilmədik. Məhəbbətin ləzzətini bölə bilmədik, sevgimizin bəhrəsini görə bilmədik. Birlikdə nə qədər vaxt ömür etdik, o günlərin qədrini bilə bilmədik. Birlikdə nə qədər vaxt ömür etdik, o günlərin qədrini bilə bilmədik. Sevdamız həsrətdən qara bağladı, ayrılığa dözməz ürək sinə dağladı. Sevgimizin ağrısına şərik oldu, göylərdə mələklər ağladı. Sevdamız həsrətdən qara bağladı, ayrılığa dözməz ürək sinə dağladı. Sevgimizin ağrısına şərik oldu, göylərdə mələklər ağladı. Gözlərini özlədim, qayıtmadın. Yollarını izlədim, qayıtmadın. Gözlərini özlədim, qayıtmadın. Yollarını izlədim, qayıtmadın. Yollarda tək tənha gözü yaşlı, mən nə qədər gözlədim, qayıtmadım. Yollarda tək tənha gözü yaşlı, mən nə qədər gözlədim, qayıtmadım. Sevdamız həsrətdən qara bağladı, ayrılığa dözməz ürək sinə dağladı. Sevgimizin ağrısına şərik oldu, göylərdə mələklər ağladı. Sevdamız həsrətdən qara bağladı, ayrılığa dözməz ürək sinə dağladı. Sevgimizin ağrısına şərik oldu, göylərdə mələklər ağladı. Sevdamız həsrətdən qara bağladı, ayrılığa dözməz ürək sinə dağladı. Sevgimizin ağrısına şərik oldu, göylərdə mələklər ağladı. Sevdamız həsrətdən qara bağladı, ayrılığa dözməz ürək sinə dağladı. Ay çok sağ olun Təranə xanım. Teşekkür ederim. Çok sağ olun. Bu güzel ifanıza göre həqiqətən gözəl yeni mahnılarınızdan biridir. Allah razı olsun. Çok hər sağ olun. birisindən. İstəyirəm Təranə xanım mövzumuzu davam etdirək. Bayaqdan da danışırıq oradan buradan.
Siz sənət bu mövzu ilə bağlı sənət yoldaşlarımızla bir yerdə söhbət edirik təbii ki, bu sənətin gedişatından, amma ki mövzuya istəyirəm qayıdaq. Tayana xanım, digər qonaqlar mövzu ilə bağlı fikirlərini bildirdilər. Siz bu sənətdə o danışırıq, hansı ki bir-iki dənə mahnı oxumaqla özlərini sənətkar hesab edənlər, müğənni. Bayaq dediniz veriliş başlamamışdan əvvəl dediniz ürəyim doludur. İndi sakit durmusunuz. Buyurun da bu meydan bu şeytan. Təmraz müəllim olan yerdə indi biz nə danışa bilərik? İndi təbii ki Təmraz müəllim öz fikirlərini bildirdi. Siz öz fikirlərinizi. Bayaq elə qeyd elədi, Gülara qeyd elədi onu və Hüseyn qeyd elədi. Çox gözəl qeyd elədi ki, yəni hər əlinə mikrofon alan müğənni sayılmır. Müğənni elə onun qarında olmalıdır, müğənni onun elə içindən gəlməlidir, duyğusu olmalıdır, birinci səsi olmalıdır və zövqü olmalıdır, musiqi duyğu olmalıdır. Mən belə düşünürəm ki, mənim 17-18 yaşlarımda mən 7-17 verilişin o vaxtlar bəlkə də siz çox Bəli, kiçik siz o yarışmalı aşağıda. Bilməzdiniz, uşaq olardı. Yəni o vaxtlar Malik Məmmədovun təqdimatında hazırlanırdı, gözəl bir klipim çıxmışdı. Mənim Sumqayıt Şəhidlər Xiyabanında Ay Vətən oğlum anıma gözəl bir klip çıxmışdı. Çox yaxşı qarşılanmışdı. Sadəcə olaraq o vaxtda 350 nəfər uşağın içində özə canlı jürilərlə o vaxt olurdu. Artıq SMS-lərlə deyildi. SMS-lərlə də mən hardasa belə bir şeylərə biraz yəni düzgün baxmıram. SMS ola bilər, mənim SMS yəni bazam çox ola bilər, amma səsim olmaya bilər. Bəli. O yüzdən mən o verilişlərə məni çox dəvət ediblər, mən qatılmamışam, amma canlı jürilər vardı ki, biz oturmuşduq, onlar bizə qiymət verirdilər. O 350 nəfər uşağın içində 8 nəfər uşaq yəni seçildi. Onlardan bəli ikisi xanım idi. Xanımlardan da biri siz idiniz. Biri mən idim, bəli. O vaxtlar da klip çıxdı. Sadəcə olaraq tez ailə qurdum. Sənətimi mən ailəyə qurban yəni etdim. Şükür Allaha ki, indi yenə də sənətə qayıtmışam. Azından çoxundan, yəni tanıyanımız tanıyır, bilənimiz bilir. Təbii. Belə də ki, Və şükür Allaha. bu tərəflərdən, bu Gülara sən tərəflərdən toy səsi gəldi, nəsə. Toy səsi gəlir. Mikrofonu ötürün görək. Bu təzə bəyimizi ötürün görək. Bu yaxınlarda çox möhtəşəm, gözəl nişan mərasimi oldu. Necə Təranə xanım getməmişdi. Mən doğrudan da çox başqa bir yerə həqiqətən Bəli, bilirik mən təbii. üzr istədim də özdə Bəli. mənə zəng elədi. Dedim ki, vallahi həqiqətən Məndən çox mənə əvvəllərdən çox öncələrdən yazılır, dəvət olunur toylara. Mən yəni o Mən dedim ona, məclisləri elə dedim götürürəm. Təranə xanım inan Gec mənim oldu, ona səmiyyətimə. görə. Təranə xanımın toyu olmasaydı, nəsə bir iş olmasaydı, mütləq canla Amma bilir ki, başına Təranə Nurlu gəlib iştirak eləyəcək. maddiyyata önəm verən bir xanım deyil. Bəli, bizim orada çox Həqiqətən. gözəl sənətkarlarımız həqiqətən mən iştirak elədim. Həqiqətən çox gözəl nişan İnşallah oldu. toyunda olarıq Və da. bizim- Vaxtında qeyd eləyər toyunda Mütləq iştirak bizim eləməyi. gözəl nəsib xalq var. artistimiz, dəyərli sənətkarımız Nisa xanım Qasımova toyda iştirak etdi və bizim çox gözəl müğənnimiz Sevda xanım Kazımova inşallah gələn verilişlərimizdə qonaq olar. Elxan Qaraxanoğlu bu gün bizlərlə bir arada olmalı idi, amma alınmadı. İnşallah gələn verilişlərimizdə iştirak edər. Elxan Qaraxanoğlu Sədaqət xanımdır, gözəl elə bədiyyə ustadımız Namiq Məna orada oldu. Çox bizim klarnet ifaçısı Faiq Cabbarov. Urduz xanımın qızı Sədaqət. Bəli, bəli, Sədaqət xanım. Çox gözəl müğənnilərimiz. Bəli, səhnəmizin sevilən simaları iştirak elədilər. Mən özüm də, mənim özümün də hədiyyəm oldu ha, Hüseyn. Bizim gözəl. Tapdıq mənə Hindistandan. Bəli, Hindistana səyahətə apardım bu toy nişandaşlar. Bəli, Svetlana xanım çox gözəl Hind mahnılarını mən deyərdim. Yəqin ki, mənə razı olarsınız. Əvəzsiz ifaçıdır. Valla mən deyirəm, əvəz olunmazdı. Və mən istəyirəm, buyur Təran. Elə mən özüm də dəvət etmişdim Konsertində, bəli, mən də oradaydım. Sevə-sevə də iştirak elədi. Çox gözəl, həqiqətən. Buradan da salamlarımızı çatdırırıq Sveta xanıma. Bəli, davam eləyəcəyik Təmraz Gəlsin müəllim. musiqi Təmraz gəlsin. müəllim oxuyun.
serin Nazlı perisi sen Uca göyleri Uca göyleri Senden ilham alır Senden ilham alır Rahmıraz şirin El İsmail'i yazdı bak bana El İsmail'i yazdı bak bana Dağların boynunda Dağların boynunda Güzel gebem Güzel gebem Göyden göz eyleyir sana yıldızlar Harda yolsak gönül seni arzular Göyden göz eyleyir sana yıldızlar Harda yolsak gönül seni arzular Sendedir gayretli olanlar kızlar Sendedir gayretli olanlar kızlar Kimin ne haddi var sana pay gelir Dağların koynunda güzel gebeler Kimin ne haddi var sana pay gelir Dağların koynunda güzel gebeler Kimin ne haddi var sana pay gelir Dağların koynunda güzel gebeler Kimin ne haddi var sana pay gelir Dağların koynunda güzel gebeler Ay çox sağ olun. Təşəkkür edirik Təmraz müəllim. Bəli, həqiqətən də dağların qoynunda gözəl qəbələr. Mən çox minnətdaram sizə bu gün. Mənim xahişimlə bu mahnını ifa etdiniz. Çox sağ olun. Çox Sağ olun. Buyurun Təmraz müəllim, əyləşin. Və mən bayaqdan Təmraz müəllim siz oxuyam. Bilirsiniz, ağlıma bir mövzu gəldi. Təbii ki, mövzumuz bu gün başqadır. Amma ki, bu mövzuda ki, bu gün elə hər birimizin həyatında bu gün sosial şəbəkələr geniş yer alıb da. İstəyirəm bir balaca bu sosial şəbəkələrdə nə mövzu olur olsun, sosial şəbəkələr mütləq onun içində daxilində olmalıdır. Sosial şəbəkələrdə bir də hər birimiz, Təmraz müəllim, ümumiyyətlə sosial şəbəkələrdən siz istifadə etmirsiniz səbəb eləmə. Mən eləmirəm. Hə, onda biz cavanlarımıza... Eləyənlər, çünki niyə eləmirəm? Onu bilmək üçün gərək o işi biləsən. Bəli, Maraqlanmamışam. Yəni maraqlansam, onu bəli, eləyəm. maraq oldu. Hə, sosial şəbəkələr o qədər həm xeyir verir, həm ziyan verir. Bilirsiniz, bəzən olur İnsanlara. sosial Ona şəbəkələrdə. görə elə söz deyirsən ki, o sənə baş ağrısı verir. Ona görə də mən heç bunlarla maraqlanmamışam. İndi cavanlar maraqlanmalıdır. Bəli, Gülağ Gülağa müəllim, elə müğənnilər də var ki, yaxşılanırlar. Özlərini apara bilmir, amma toy aparır. Bəli, belə də olur. Baxırsan, özünü apara bilmir, amma toy aparır. Hə, ona görə də olur. Bu yaxınlarda televiziya proqramlarının birində bizimlə mövzu qoyur. Bəzən deyir, restoran rəhbərlərindən Əgər siz deyən kimi olan hamısını biz çıxarsaq, onda gərək efirlərimiz boş qalır. gedirlər toy sahibləri Təmraz müəllim. Restoran Bunlar da müğənnisinə deyirlər ki, mən burada toy eləmək istəyirəm. Deyir, özüm müğənni dəvət eləmək istəyirəm də, sevdiyim müğənni. Restoran rəhbəri deyir ki, yox, olmaz. Restoranımın öz müğənnisi var. Televizorda verdilər bu yaxınlarda, proqramlarında. O da oxuya bilmirlər, cəmaatın toyları bərbad günə qalır. Restoranın öz müğənnisi yoxdur, onun öz şəxsi müğənnisi. Bəli də, bəli. Hamımız bilirik ki, necə yəni nə necədir o bilmirik. Restoran yox, mənim restoran müğənnisi, bu müğənni burada şey müqavilə bağlanmır ki, mənim işçilər burada. Bəli. Bəlkə sən, amma elə müğənnilər var ki, sənətin önündə Aydın. yarım saatdır müğənni, məsələn, bu yaxınlarda məndən muğam ustadının nömrəsini istədilər. Mən gəlim yarım saat üçün orada nə oxuyacam? Bəli. Gülağa səndən canlı bir ifa alacağım mən. Bəli, indi Gülağa səndən bir ifa alacağıq biz və təbii ki, istəyirəm. Hə, indi o haqda da danışacağıq. O haqda da danışacağıq. Gülağa, bəzən bu sosial şəbəkələrdə bu fanatlar deyək də yazırlar, doldururlar və belə şey, mən bu yaxınlarda elə Gülağa sənin öz Instagram səhifəsində baxıram, görürəm Gülağa fanatları yazır. Yazır Gülağanın fanatısınız, yoxsa özüsüz. Belələrinə nə cavab verirsiniz Gülağa? Biz siz necədir əlaqə?
Mən bu Instagramda, Facebookda 3 ay, 4 ay var oradayım. Mənim də Bence dostlarım çox istifadə eləmir. ki, özün girginən ora, özün istifadə eləginən, məşğul olginən, düz elədim məşğul oldum. Çünki mənim adımdan geçmişlər səhvələr. Bəli, çoxdur. Cəmaatla danışırlar, ağızlarına qədər yazırlar. Bəli, başa gəlməz hə, sözlər. zənglər gəlir Toyların ki, behlərini alırdılar. yox, beh söhbəti yox, beh söhbətdən özüm baxdım, amma heç kim eləyə bilməz onu. Yox, sadəcə olaraq insanlarla, cəmaatla, Aydın. şirklər eləyiblər, qazanırlar, ziyanlar. Ona görə özüm məşğul oldum ki, özüm yazım. Bəli, onda Gülağa oxu. Gəlsin mahnımız Gülağadan ifa eşidək. Sevgilim gelmiş ise sevginin konaklığına, gel içey sevgimizin sağlığına. Ayrılık getirmesin karalık üzün ağlığına, gel içey sevgimizin sağlığına. Süzülen badı ve eşkim meyidir göylerde. Bu meyin fergi var aşkarda olan meylerden. Utanırsan, çekinirsen niye boş şeylerden? Yeter artık bu kadar salma utancağlığına. Gel içey sevgimizin sağlığına. Utanırsan, çekinirsen niye boş şeylerden? Yeter artık bu kadar salma utancağlığına. Gel içey sevgimizin sağlığına. Sevgilim gelmiş ise sevginin konaklığına, gel içey sevgimizin sağlığına. Ayrılık getirmesin karalık üzün ağlığına, gel içey sevgimizin sağlığına. Bir vefalar ne bilir, sevgi nedir sen söyle. Sevgi paçlıqdır, saadətdir, götürməz hile. Gece gündüzü el açıb həqqə dualar eylə. Bizi ayrılıq salmasın qəmin bataqlığına, gel içey sevgimizin sağlığına. Gece gündüz el açıb həqqə dualar eylə. Bizi ayrılıq salmasın qəmin bataqlığına, gel içey sevgimizin sağlığına. Sevgilim gelmiş ise sevginin konaklığına, gel içey sevgimizin sağlığına. Ayrılık getirmesin karalık üzün ağlığına, gel içey sevgimizin sağlığına. Batar əsrət gəmisi amma sevənlər batmaz. Mənə əfsanəvi aşiqlərin heç biri çatmaz.
Ne kadar sağdı bu canım, seni bir an atmaz. And ola bizi yaradan Rabbimizin varlığına, gerçek sevgimizin sağlığına. Ne kadar sağdı bu canım, seni bir an atmaz. And ola bizi yaradan Rabbimizin varlığına, gerçek sevgimizin sağlığına. Sevgilim gelmiş ise sevginin qonaqlığına, gerçek sevgimizin sağlığına. Ayrılıq gətirməsin qaralıq üzün ağlığına, gerçek sevgimizin sağlığına. Ay çok sağ ol Gülağa, çok sağ ol. Teşekkür ederim. Həqiqətən çox gözəl Bu ifadə. mahnı bir 2011-ci ildə deyəsən. Ay maşallah. Oxumuşam, illər var bu mahnıda. Bəli, dörd il, beş bəli. ilin Amma çox mahnısıdır. gözəl mahnıdır. Mənə Çox uğur gözəl. gətirən mahnılardan biri oldu. Bəli, hər zaman uğurların bol olsun arzu Sağ ol. edirəm sənə. Burada çox elə bilir ki, bu mahnıda şərabdan söhbət gedir, oturaq. Əslində sevgidən qızla söhbət oturaq, gedir, sevgiyə araqçı, verilən yəni dəyər. söhbət ondan getmir burada. Burada mən birinci bəndində aydınlıq gətirirəm ki, süzülən badövə eşqin meyidir göylərdən. Bu meyin fərqi var aşkarda olan meylərdən. Yəni o cənnət şərabları da var orada, elə bir şeylər var. Ona görə- Gülağam, mən bayaqları təbii ki gözəl musiqilərin səsləndi sənin, amma istəyirəm ki səndən düzdür, Təranə xanımdan bir ifa alacaq, amma ondan əvvəl istəyirəm səndən bir balaca da olsa verilişimizin adı üçün bir canlı bir şeylər, günün şousuna. Günün şousu. Bəli. Sənətçilər əyləşibdi yan yana, hər biri məhşurdu Azərbaycana. Günün şosu qoy yayılsın hər yana, verilişi səs soraqda görəyəmişə biz, əl yağanı qabaqda görəyəmişə biz. Verilişi səs soraqda görəyəmişə biz, əl yağanı qabaqda görəyəm. Adın əl yağadır, üzün də ağdır, əl yağa bizim sənətdə qoçaqdır. Uğur dediyimiz şey zirvəli dağdır, səni o zirvəli dağda görəyəmişə biz, səni o zirvəli dağda görəyəmişə biz, əl yağanı qabaqda görəyəmişə biz, əl yağanı qabaqda görəyəmişə biz, əl yağanı qabaqda görəyəmişə biz. Hə, bəli, çox gözəl mahnı oldu. Həqiqətən hər birimiz sevə-sevə dinlədik və Təranə xanımın nəsə Gülağaya söz var. Buyur Təranə. Yo, həqiqətən çox bəyənirəm Gülağanın həm sənətini, həm də ki gözəl mahnılarını. Siz oxumaq deyil, gərək səsdə insana yatan bir şey olsun, şirinlik olsun. Bəli. İnsana O da ki, yatan Gülağada bir var. his varsa, həqiqətən, necə misal üçün mənə deyək ki, sənin səsində bir yanğın var, nə bilim, şən də oxusan, sənin səsində hardasa bir şey var. Amma mən özüm üçün yox, sadəcə olaraq burada mən Gülağa üçün, yəni uğurları o qədər bol olsun ki, Təşəkkür. izləyicilərin sevimli olsun. Elə sevməyənlərin də Çox sağ olsun, olun. sevməyənlər olmasa bizi, yəni Əlbəttə ki. sənətdə irəliləyə bilmərik, mümkünsüz bir şeydir. Elə sevənlərə də, sevməyənlərə də öz təşəkkürümüzü bildirir. Yaxşı ki, elə varsınız. Çox sağ olun, təşəkkürlər. Və mən yavaş-yavaş verilişimizin sonuna yaxınlaşıram. İnanın səmimiyyətimə, vallah ayrılmaq istəmirəm. Nə sizlərdən, nə də bizi sevən tamaşaçılardan. Amma vaxtımız yekunlaşmaq üzrədir. Doğrudan da çox səmimi veriliş keçdi. Mənim çox gözəl qonaqlarım burada oldu. Verilişimizin bir yaşını qeyd elədik. İnşallah bundan sonra davamlı olar. 2 yaşlarını, 3 yaşlarını qeyd eləyərik. Yəqin ki, sizlərlə birlikdə, sizin kimi dəyərli insanlarla bir arada. Və mən sizlərin hər birinizə ayrı-ayrılıqda təşəkkürlərimi bildirirəm. Sağ olun ki, dəvətimi qəbul etdiniz. Təhmiraz müəllim, Hüseyin bəy, Gülağa bəy, Təranə xanım. Və istəyirəm elə yavaş-yavaş mikrofonu ötürək Təhmiraz müəllim də sonda öz fikirlərini bildirsin. Sağ ollaşsın bizi izləyən tamaşaçılarla. Bizi izləyən tamaşaçıları bir daha təbrik edirəm ki, bu gözəl verilişi bir daha təkrar izlədilər. Və sənə də uğurlar arzulayıram. Yəni bizim işimiz nədir? Bizim gördüyümüz bugünkü iş keyfiyyətli olsun. Yəni xalqın sevgilisinə çevrilsin. Mən sənə yenə uğurlar arzulayıram. Sənin bu verilişi var, özü var, can sağlığı. Çox sağ olun. Ki, Mən sizə uğurların təşəkkür həmişə ederim. yaxşı olsun. Minnətdaram Təhmiraz müəllim. Buyur Hüseyin bəy, səni də işlək. Mən də Təhmiraz müəllimin dediklərinə
qoşururam. Uğurların daha bol olsun. O gün olsun ki yaşığı qeyd edirəm. Çox sağ ol. Sizə də təşəkkür edirəm. Buyur Gülağı. Teşekkür ediyorum ana. Uğurlu olsun, hayırlı olsun. İnşallah bundan da güzel Bəli. Çok efirde sağ ol. olsun inşallah. Çok sağ ol. Ben Sosial sana çok- şəbəkələrdə də o gün olsun efirde olsun. Çox sağ ol. İnşallah, Gələk inşallah. qonağımız olaq. Onda da çağıraq. Allah qoysa təbii ki, siz hər zaman mənim yanımdasınız və mən də sizlərin yanındayım. Buyurun Təranə xanım, sizi də sonda eşidək. Mən də öz sonsuz təşəkkürümü bildirirəm ilk öncə dəvətin üçün, həm də Mənim borcumdur sizin kimi dəyərli yaşın dostları az dəvət olmana etmək. baxmayaraq, gənc olmana baxmayaraq gördüyün işlər çox böyükdür həqiqətən. Böyük ürəyim var və işlərin də böyükdür. Arzu eləyirəm ki, bundan da uca nailiyyətləri, yəni zirvələri fəth eləyəsən Çox sağ inşallah. olun. Və ən əsası odur ki, sənin gözəl tərbiyən var, sənin ailəvi də tanıyıram mən. Minnətdaram, təbii Və ki. sənətin də həmçinin inşallah daha da sənin onsuz da sənin gələcəyin qarşıdadır. Bundan da yaxşı uğurlarını gözləyirik. Bəli. Çox sağ olun Təranə xanım. Təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm mən sizə. Təranə xanım, bu xoş arzularınıza görə həqiqətən. Və mən də sonda tamaşaçılarımızla sağollaşmaq istəyirəm. Sağollaşıram tamaşaçılarımızla. Əziz dostlar, əziz bizi izləyən dəyərli izləyicilərimiz, hamınıza öz minnətdarlığımı bildirirəm. Ola bilər ki, internet portaldır, YouTube portaldır, xarici dövlətdə yaşayan bizim tanışlar var, qohum-əqraba var. İzləyən hər birinə buradan salamlarımızı çatdırırıq. Əziz tamaşaçılarımız, çox sağ olun ki, Qızıldan dəyərli vaxtınızı ayırıb bizləri izlədiniz. Ümidsizliyə qapanmayın heç bir zaman. Ümid bağlarınız, ümid qapılarınız hər zaman üzünüzə açıq olsun. Çünki ümidsizlik ölümə aparan yolun başlanğıcı. Ona görə də hər zaman sizlərə arzu edirəm ki, ümid bağlarınız, ümid qapılarınız hər zaman açıq olsun. Bax, beləcə bu xoş sözlərlə sizlərdən ayrılırıq. Rəbbim izin verərsə, xoş müjdəli, gözəl sabahlarda görüşmək ümidi ilə hələlik deyirik. Sonda Təranə xanımdan bir gözəl ifa gəlir. Gelme karanlık geceler, taqətin yoxdur geceler. Gelme karanlık geceler, taqətin yoxdur geceler. Gözlerim xəstə yaşayır, dəryada çoxdur geceler. Dəryada çoxdur geceler, taqətim yoxdur geceler. Geceler uzun, geceler sessiz, seherin etrin, neynirəm sensiz. Ağır qəlbim, gözlerim xəstə, yata bilmirəm, gəl məni səslə. Geceler uzun, geceler sessiz, seherin etrin, neynirəm sensiz. Ağır qəlbim, gözlerim xəstə, yata bilmirəm, gəl məni səslə. Geceler uzun, geceler sessiz, seherin etrin, neynirəm sensiz. Ağır qəlbim, gözlerim xəstə, yata bilmirəm, gəl məni səslə. Gəl məni səslə. Artık sevmeyeceğim, bütün kabahat benim. Sen ne söylersen söyle, bu hayat geçmez böyle, sana dönmeyeceğim. Sen ne söylersen söyle, bu hayat geçmez böyle, sana dönmeyeceğim. Bitsin artık bu çile, çekemem bile bile. Bitsin artık bu çile, çekemem bile bile. Sen ne söylersen söyle, bu hayat geçmez böyle, sana dönmeyeceğim. Sen ne söylersen söyle, bu hayat geçmez böyle, sana dönmeyeceğim. Artık sevmeyeceğim. Devlerin aşkı büyük olur, ya dağlar yerle bir olacak. Ya kıyametler kopacak, ya da dünya batacak, senden öyle ayrılacağım. Devlerin aşkı büyük olur, ya dağlar yerle bir olacak. Ya kıyametler kopacak, ya da dünya batacak, senden öyle ayrılacağım. Senden öyle ayrılacağım. Senden öyle ayrılacağım.
Dünyanın bir yazı, bir kışı vardı. Her yalan bir son, bir başı vardı. Her aşkın sonunda gözyaşı vardı. Akar damla damla, sel olur gider. Her aşkın sonunda gözyaşı vardı. Akar damla damla, sel olur gider. Lay 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 lay, la 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 lay, lay 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 lay, lay la 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 lay, lay 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 lay, la la lay lay lay. Geceler ay geceler, ay batar ay geceler. Geceler ay geceler, ay batar ay geceler. Seni gören gözlerim ne yatar ne dinceler. Seni gören gözlerim ne yatar ne dinceler. Gel 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 gel, gel benim sevgilim sözlerine olmuşam heyran. Gel 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 gel, gel benim özgürüm sözlerine olmuşam heyran. Bir mektup ya da boş bir satırlar anlattı yalnızlığı bana. Hüzün dolu sensiz geceler, sen yokken dost olurdu bana. Bir mektup ya da boş bir satırlar anlattı yalnızlığı bana. Hüzün dolu sensiz geceler, sen yokken dost olurdu bana. Yok istemem sensiz geceyi, şimdi vermelisin sen bana. Hissetmeyi, o sevgini şu an vermelisin sen bana. Yok istemem sensiz geceyi, şimdi vermelisin sen bana. Hissetmeyi, o sevgini şu an vermelisin sen bana. Sevmelisin, sevmelisin, artık benim olduğumu bilmelisin. Bilmelisin, bilmelisin, şimdi benim olduğumu bilmelisin. Sevmelisin, sevmelisin, artık benim olduğumu bilmelisin. Bilmelisin, bilmelisin, şu an benim olduğumu bilmelisin. La lay lay lay, la lay 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 lay. La lay lay lay, la lay lay, la la lay lay lay. Lay la lay 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 lay. La la lay 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 lay. La lay lay lay, la lay lay, la la lay lay lay. Yüreğimden axı səni kim alar? Sensizliyim mənə zap zülüm olar. De hardasan, yolunu gözləyirəm. Sən də mənim olasan istəyirəm.